Azərbaycanda həm Nazirlik tərəfindən, həm digər dövlət qurumları tərəfindən gənclərimiz üçün müxtəlif şəraitlər yaradılmışdır. Ölkəmizdə Gənclər Fondu fəaliyyət göstərir, müxtəlif gənclər təşkilatı, 300-dən artıq gənclər təşkilatlarımız var, gənclər evləri və təbii ki, qeyd etdiyim kimi gənclərimiz üçün müxtəlif imkanlar yaradılır ki, həm ölkəmizi ölkə hüdudlarından kənarda təmsil etsinlər, həm də Azərbaycanda müxtəlif forumlar, beynəlxalq forumlar keçirilir. Bu günləri təltiflər də oldu. Ölkə başçısının mükafatları gənclərimizə təqdim olundu. Ənənəvidir bu da, hər il təqdim olunur bu mükafatlar. Mən gənclərimizi təbrik edirəm. Növbəti günlərimizdə də ümumiyyətlə bu Gənclər Həftəsi elan olunmuşdur. Bilirsiniz ki, bu həftə və bu həftə ərzində müxtəlif gənclər üçün müxtəlif fəaliyyətlər olacaq. Elə sabah bizim forumumuz Xankəndidə, Qarabağda davam edəcək.